Uşaqlar, necəsiz? Yəqin yaxşı olarsınız. Uşaqlar, videoya başlamazdan öncə bunu izah edeyim. Bu videonu anlaşılmamazlıq yaranmaması üçün deyirəm. Uşaqlar, baxın, bu videoda elə bir mən indi video çəkirəm. Ancaq siz mənim Onur kimi görməyin. Siz məni oyun prosu kimi görün. Yəni baxın, mən bu dəqiqə adamam, canlıyam və video çəkirəm, YouTuberəm. Oyunda bir YouTuberəm. O formada başa düşün. Yəni dedim bir daha anlaşılmamaz olur. Yəni YouTuber olar, YouTuber videosu çəkmək. Nəysə, başlayaq. Nəysə, bağla qapını, bağla. Gedək. Bugün çox işim var. Gedib videoları editləməliyəm, videoları çəkməliyəm, 4-5 dənə video çəkməliyəm. Mr. Beast mənə çatanmaz ya. Nəysə, otur maşınımıza. Maşını da reklam eləməyi də bezmədim mən. Hər gün ancaq eyni maşınla, eyni videolarla təzə maşın almalıyam. Onun da bir gözəl videosunu çəkməliyəm. Təzə kontentlər zor yadıma düşür. Nəysə, gəl buradan. Dayan, mahnını söndür. İndi videoya başlayaq, sonra təlif falan yərik. Nəysə də. Başlayaq videomuza. Dəqiqə. Telefonu götür deyən. Telefonu götür qardaşım. Ay, telefonu götür. Götür telefonu, hə. Aç buradan YouTube'u, başlayaq. Hər kəsə salamlar dostlar. Bugün yeni bir videomuz ilə qarşınızdayıq. Uşaqlar, bugün yenə keçən bölümdə düzəltdirdiyimiz $50.000 qoyduğumuz maşınımız ilə, Corolla ilə qarşınızdayım. Uşaqlar, ustaya dedim ki, bunu biraz krom elə də, yəni rəngini biraz krom elə. O da sağ olsun elədi. Ustanın nömrəsini də qoyuram. Alıb bezdimi mən də reklam eləməkdən. Onun nömrəsini qoyuram, bunun nömrəsini qoyuram. Pulsuz da işimi görəm. Valla rahat deyə nəsə. Nəysə uşaqlar, bugün neyiniyəcək? Bugün keçən videomuzda aldığımız maşının sürət testini yoxlayacaq. Görək 100-dən neçə ilə gedir, yəni 100-ə neçə saniyədə çıxır, neçə ilə gedir maksimum. Hamısını yoxlayacaq uşaqlar. Biraz diqqətli sürək, diqqətli formada maşınımızı vurmadan təzəliz ustadan çıxartmışam. Usta, yəni maşının bərbad formasını salmayaq. Gedək biz gözəl bir boşluq əraziyə, oradan da çəkməyə davam edərik. Saxla videonu, saxlasanla. Tez bazar gedək, videonu çox uzatmayaq. Niyə bilərəm mən? Bir dəqiqə. Bunu çox sürətli sürməyim. Bu motoru olsa bu yandı. Ay, polisə girir. Bir dəqiqə, polisə girir. Cərimə gəlsin, heç olmaz. Onsuz da bir $100 qazancıyıq da videodan. Mən hara gedeyim? Bir dəqiqə, qəşəng bir yer axtarmalıyam. Videonu saxlamışam bu dəqiqə. GoPro'lar da bahalaşıb deyə. Qaldım mən bir dənə rekord etdi. Mən bununla nə vaxta qədər çəkəcəm? Geri təzə bir dənə maşın alım. Maşın deyirəm, şey alım. Danışamıram. Video stresi baslayıb bütün məni. Həmişə video çəkəndə stresə düşürəm də. Çəkin. Bu yol yaxşıdır. Açaq videonu, çək görək. Hər şeyi gözə ala uşaqlar, qırmızı işıqdayıq bu dəqiqə. Bu mənlə yarışa girmək istəyir, neynəmək istəyir. Nəysə, bunlar gəldilər. Çək. Toxundu biraz. Nəysə. Uşaqlar, 100-ə neçə ilə çıxır? Uşaqlar, bizim maşınımız çox sürətliymiş ha. Saxla burada, saxla. Bu nə maşında? Ustaya dedim bir dənə turbo salayı. Qazı basan kimi çıxdı 100-ə. Bu nədir o? Mən belə video çəkə biləcəm. Nəysə. Yol boşaldı. Buradan gedək. Açaq videonu bir dəqiqə. Aç videonu açdıq. Uşaqlar, başlayırıq. 0 kilometr. Yəni ay polis. Bir dənə sıxaq. Başladıq uşaqlar. 3 2 1 getdik. 1 2 3 3,5 saniyədə 100-ə çıxdı uşaqlar. Yəni maşınımızı mən bəyəndim. Ustanın əllərinə sağlıq. Çox gözəl düzəldibdi. Mən dedim 1 turbo qoysun. Usta götürüb 4 turbo qoyubdu. Yəni halaldır ustaya. Ustanın da nömrəsini qoydum alta. Oradan da götürərsiniz. Yəni maşını mən vallahi bəyəndim. İndi maksimum sürətini hesablayaq. Maksimum sürətinə baxaq. Görək neçə kilometrə çıxacaq. Sıfırdan başlayıram. Özüm sayıram. Telefonda falan başlatmayacağım. Çünki dədə baba üsulda, yəni ağızla sayırsan. 1 2 3 4. Nəyəsən xronometrə timer zadı. Nəysə. Uşaqlar, başlayırıq. Bu arada video like atmaq, kanala abunə olmaq unutmayın. Başlayaq onda. Bağla videonu. Ciyərim yondu. Nə qədər danışdım mən. İç görək abun. Qapı da açıq qalıb deyə. Bu ustanım mənə. İş görürsən qapını. Buna bax. Nəysə ya. Dedik bir daha xrom elə. 4 dənə turbo taxıbdı. Dedik maşını biraz da belə də daha qəşəng xrom elə. Maşını gördən kimi qoyub deyə. Aç videonu, aç. Uşaqlar, başladıq. 3, 2, 1. 1, 2, 3, 4, 5, 6,
7, 8, 9, 10. Şolar 3,5 saniyədə, mən son demədim, hə. Şolar 200-ə çıxmağını bir də hesablayırdı. 10 saniyədə 200-ə çıxdı. 3,5 saniyədə 100-ə çıxdı. Əslində 7 saniyəyə çıxmalıydı. Oyda. Şolar orada həyatımızda çox simülasyon hataları var. Nəysə da. Baxın, oyda, dayan. Saxla. Oyda başım. Saxla. Oyda. Saxla görək videonu. Girdim, bardiyona, turbaya girdim. Sən o təcəli düzəltmişdin maşını. Allah olsun, çox izlənəcək. Video çox izlənəcək. Aças. Oyda, uşaqlar, başım. Dayan görək burada. Oyda, o maşın çili yolda. Maşın çili yoldu. Oyda, ustanın yanına getməliyəm. Başım nə pis ağrıyır ala. Otura görək maşına. Bir dənə gedim ustanın yanına. Oyda, maşın nə günə düşdü? Bu maşın mən belə sürə biləcəm, görəsən. Çox pis vəziyyətə düşdü də, yəni. Vay. Allah, videonu saxla. Oyda, uşaqlar, maşın qabağını vurdum. Vallahi bilə, yəni, mənə halaldır da. Yəni, maşın qabağını vurursan. Sonra da şüvənliyivə sararsan. Qəşək arxadaymış, xəritəni biraz təzə kötmüşəm şəhərə. Bilməyəsən də, sən də təzə kötmüsən də. Hardan biləsən? Deyən görək, nəsə gedim ustanın yanına. Allah, adamı da vurmayaq. Ay xala, piyo, çəkil. Keç görək, ala buradan. Maşın qabağını vurmağını. Amma yəni buradan rahat bir milyon, 2 milyon izləmə gələcək də. Maşın qabağını vurdum, etiketlə, zatla. Elgərik, bir dənə video bir gün ancaq çıxardıram da, mən də neyniyim. Dedim 2-3 video çıxardım, o da alınmadı. Heç bir şey olmaz. Nəysə, o dedim zor oldu da, yəni. Video kontenti, fişom, hazır. Görək ala buradan ustanın yanına. Ustaya deyərəm bir babat bir pul oxu. 50.000, 60.000 manat azada maksimum. Dəyərli maşındır, bahalı maşındır. Deyərəm dünyada 2-3 dəyə istehsal olunub bundan. Deyərdi usta copa. Deyərəm çox bilən ustadır, hər şey bilir. Çox bilmişdi ustamız. Allah, deyən, hə get. Sür buradan sağla, deyən turbaya vurma. Ustaya yanına satmışıq, çatdıq, aç geri bir dənə. Oyda, o bütün başım ağrıyır. Mən buradan sonra xəstəxanaya da gedərəm. Deyən ustanın yanına gəldi. Bu usta da orada hər şeyi bilir. Yəni usta əməlli başda, neçə illərin ustasıdır, hər şeyi biləcək də bu. Allah, burada deyil axı bu usta. Deyən, ayda, bu yenə bayram vaxtına düşdüm mən bu ustayı. Bu usta da oradan deyirdi ki, mən indi işdə deyiləm, həmişə zəng eləyəndə. Neyse, zəng eləyəndə ustaya götürəcək görə telefon. Aha. Alo, usta salam. Necəsən usta? Hə, saxla. Ay usta, sənə bir şey deyəcəm. Mən indi video çəkirəm, bilirsən də, mən YouTuberəm də. Usta, belə eləyək də, bax. Sən deyirsən ki, həmin bu maşın Corolladır da. Deyərsən ki, bundan dünyada 2-3 dənə istifadə, yəni 2-3 dənə istehsal olunubdur da. Həm də deyərsən ki, qabağı falan bütün qapının uzanı vırmışam, silik gününə qoymuşam. Hə, deyərsən ki, silik 3 gününə qoymuşsan da, yəni maşını. Nə günə, mən sənin şəkillərini atacağam videoda da, hələ videonu dayandırmışam. Yəni doğrudan nə günə düşüb də, babat bir pul oxu, artığından da, lap artıq da. Sonra səninlə bir danışarıq da. Mən sənin həmişə yanına gələrəm, sənə adamzat da göndərmişəm də, yəni sənin yanında düzəltmək üçün. Rahat bir qəşəng hələ videosu çox qiymətlidir, yəni bu qədər. Deyirəm bir də 2-3 dəstə salonubda, o materiallar çox çətin tapılacaq. Yopla da yəni də bir sözlə. Neyse, video açıram. Hə, alo, usta. Hə, mən maşını vurdum, bütün də başım ağrıyır. Sən hardasan indi? Hə, bayram olduğu üçün burada deyilsən. Nə vaxtda gələsən? Mənim maşınım, niyə belə olubdu? Bilmirəm, mən rolu döndərirdim. Gələm bu maşının sürətini falan yoxlayam. Yəni vurdum bardiyora, nə günə düşdüm də bütün də başım falan bütün dağılır. Oyda, sən bunu neçə eləyərsən? Şəkillərini atım yaxşı. Yəni çıxım görüm burada. Şəkillərini atım bu formada. Bu formada bir dənə şəkillərini atım. Çək. Uşaqlar, görürsünüz də mən nə günə düşdüm də. Yəni başım bütün ağrıyır. Mənə lazım idi. Görsən. Usta atdım usta. Hə. Dünyada 2-3 dənə istifadə olunubdu maşından. Material tapılmaz deyirsən də sən. Yəni 200 istifadə olunduğu ala uşaqlar bağışlayın, bütün başım ağrı vurubdu. Danışa bilmirəm. İstehsal olunduğu üçün başa düşdüm. Neçəyə başa gələr ki indi bu?
70.000 dollar. 70.000 dollar. Oy da, yaxşı usta, yaxşı. Onda mən maşını qoyacağam kənara. Sən gələrsən də, yaxşı usta, yaxşı. Adı böyle, ay uşaqlar, gördünüz uşaqlar, 70.000 dollar dediyi. Mənim elə xəstəxana xərclərim də elə danışmıram mən. Uşaqlar, sizdən artıq dərəcədə xahiş edirəm, videonu paylaşın. Like atın, abunə olun, xahiş edirəm. Mənə bu dəqiqə dəhşətli pul lazımdır. Mən bilmirdim, maşının 2-3 dənə istehsal olunub deyə. Yəni, valla, bilmirəm, mən nə günə qoydum abi maşını. Neyse, qalsın burada, usta özü həll eləyər də. Mən gedim xəstəxanaya yavaş-yavaş. Sizdən də artıq dərəcədə xahiş edirəm uşaqlar. Like atın, abunə olun, nə var, nə yox hamısını eləyin. Mən 70.000 dollar tez bazar yığmalıyam. Neyse, sağ olun, bugünlük bu qədər olsun. Baxla, oy da süper aldı. Usta zənciri mi dedi? Görüm ala. Vırdım nəsə başımız andağırmır onsuz da. Uşaqlar, bir də ki, videonu qısa kəsirəm, roleplayimizi kəsirəm. O, söhbət var idi, like atın, abunə olun, paylaşın. Eləmək istəyən eləyər. Sözümü atdım arada, neysə. O, ustayı zəncilə görüm, ustayı zəncilə. Alo, usta, hə, videonu qutardım, indi sən bana neçə eləyərsən? Bilirdim, job eləyirsən, 200 də Karolla deyib, 10 adamdan 7-sində var maşından, nə job da, bilirəm də onsuz da. Hə, neçəyə eləyərsən sən bunu? Hə, 1200 manat. Hə, fisiyom, eləyərsən. Mən qoydum ondan maşını bura. Yalandan özüm xəstəxanada bir dənə video çəkməliyəm. Nəsə, gedirəm xəstəxanaya. Oradan zəng eləyərsən ki, nətər oldu, zat 70.000 dollar gətir, zat nəsə eləyərsən də. O da sərdi zatda mən də taksi ilə gedəcəm. Doğrudan 1200 manat həll eləyə bilərsən də. Hə, fisiyom. Fisiyom, eləyərsin. Nəysə, maşını qoydum, onu kilitlədim. Sağ ol, usta, görüşərik. Allah bağla, fisiyom, süper et. Lab düşürəm bu dəqiqə sevincimdən. Nəysə, bizim nə qədər pulumuz var? Pulumuz var, getməyə taksi ilə. Az burada oturum, gözlə. Allah, bu nədir? Nəysə, getdik. Bu maşın kimindir belə? Polis var. Salam polis. Allah, ağlından yığışdırır. Zamatın maşınını oğurlamaq nə? Sən başın qaçıbdır. Sən YouTubersan, sənin 10.000 takipçin var. Qaqa, özünü sıxışdırarsan zamatın maşınını oğurlamağı. Əlbəttə yox. Nəysə, qaç. Bir taksidən zatdan zakaz elə da get evə ya. Yoruldum heptim. Şöyle dedim videonu bağlayayım. Bu kadar oldu videomuz. Eğer isteseniz like falan atarsınız 100 like'dan yukarı bu videonu çəkəcəm. YouTube'nin bir günü videosu. Yani məncə yaxşı alındı. Like atmaq istəyən atar, atmaq istəməyən də vallahi sağ olun da, yəni nə deyirəm. Nəşələr, sağ olun, gələn videolarda görüşərik. İstədim bir də Madod 2 videosu çəkim. Deyəsiz ki, niyə Madod 2? Niyə My Favorite Car yox? Çünki buranın grafik falan yaxşıdır. Biraz da GTA 5'i falan oxşur. Yəni maşına falan minmək, hər şey var da. Nəysə, bugünlük bu qədər olsun. Mən bunu tullayacağım bir də. Ay, düş görüm Allah aşağı. Pasyak, mənimdir maşın. Da fisyon, mənlikdir. Verdim mənə, vurdum bura. Nəysə, sağ olun.